Salam uşaqlar. Bugün mən sizə 36-da olan, səhifə 36-da olan 5 dənə çalışmadan, misaldan kömək eləyəcəyəm. Mövzumuz xətlər və bucaqlardır. Xətləri siz birinci məktəbə getməmişdən hazırlıq keçirsiniz. Orada da öyrənmisiniz. Birinci sinifdə də öyrənmisiniz. Amma bugün öyrədəcəyim xətlərin növlərini isə siz bugün bəlkə də əvvəldən cüzi məlumat verilib, mən daha ətraflı öyrətmək istəyirəm sizə. Çünki tapşırıqlar var bunlara dair. Deməli, xətlərin növləri bunlardır. Düz xətti həm sağa, həm sola doğru böyütmək olur. Bax, bu gördüyünüz bir xəttdir. Xəttin bir ucunda nöqtə, bir ucunda ox var. Bu şuadır. Düz xəttindən yaranan bir şuadır. Və ya da şua düz xəttdir. Bu isə xəttin hər iki tərəfdən bağlayıb bir hissəsini götürüblər. Buna parça deyilir. Əyri xəttdir bu. Bunun adı əyri xəttdir. Bu sınıq xəttdir. Bu da qırıq-qırıq xətlərdir. Siz bunları ibtidai sinifdən, lap aşağı siniflərindən bilirsiniz. Bugün öyrənəcəyimiz isə xətlər. Kəsişməyən xətlər var, kəsişən xətlər var. Kəsişməyən xətlər, bax, belə bərabər iki xət gedir. Bir neçə sayda da ola bilər bu. Mən indi ikisini götürürəm. A xətti, B xətti. Bunları nə qədər uzatsaq da kəsişmir. Bunlara paralel xətlər deyilir. Belə də yazılır riyaziyyatda. A xətti paraleldir B xəttinə. Bax, yazmışam. Paralellik işarəsidir bu. A paraleldir B-yə. Belə oxunur, rast gələrsinizsə. Kəsişən xətləri isə uşaqlar, bax, iki cür kəsişir. Bir var, bax, belə kəsişə. Bunun adı elə sadəcə kəsişən xətlərdir. Bir də var, belə üstəgəl formasında kəsişə və yaxud da üstəgəl formasında olmasın. Bax, belə bir formada olsun, ancaq bax, belə. Buradan düz bucaq yaranır uşaqlar. Bax, bu kəsişəndə düz bucaq yaranır. Buna perpendikulyar xətt. Məsələn, bu A-dırsa, bu da B xəttidirsə. Bu isə riyaziyyatda belə yazılır. B perpendikulyardır A-ya. B perpendikulyarlıq, belə bir işarə görürsünüzsə, bu perpendikulyar deməkdir. B xətti perpendikulyardır A xəttinə. Bunu davamı da ola bilər. Bax, bu cürünə də ola bilər, belə də ola bilər. Mövzumuz xətlər haqqında məlumat verdim. Paralel, perpendikulyar, kəsişən xətlər və bizim bugünkü çalışmamızın içində bunlara dair suallar var. Birinci, ikinci, haradasa üçüncü, dördüncü tapşırıqda qayıdacaq ora. Bəs birdə nə deyilir? Birdə belə 3 dənə bucaq verilib kitabınızda. Bucaq. Bucaqla üç bucağın fərqi odur ki, bucaq belə göstərilir. Üçüncü tərəfi qapalı olmur, açıq olur. Bunlara biz bucaq deyirik. Əvvəlcə bucaq sözü deyirik. Bucaq, A, B, C. Mütləq ortadakı bu görürsünüz. Bu, biz B bucağından söhbət gedir. Deyir ki, bunun neçə dərəcə olduğunu tapın. A, B, C bucağı neçə dərəcədir? Siz də baxırsınız ki, axı C-ni biz necə ölçək? O biri tərəfi yoxdur. Amma biz axı deyirik A, B, C. Bucaq A, B, C. Yəni B-ni soruşur, ortada olanı soruşur. Burada soruşur bucaq N, O, M. N, O, M. O-nu soruşur. O ortadadır. Və yaxud da G, Y, F. Y-ni soruşur. Ortada olan Y-ni. Bunlar bucaq formasında deyil hələ ki. Bunları tamamlanmıyor. Açıqdır. Və bunları tapmaq üçün uşaqlar, siz 4-cü sinifdə biz sizlə transporterlə tanış olmuşduq. Transporterdən istifadə edib tapmaq lazımdır. İndi görün, mənim stolumun üstündə var idi. Görüm, hara qoydum onu, tapsam bir daha sizə göstərə bilərəm. Tapmasam elə transporter haqqında mən bilmirəm, mən axı bunu bura qoydum. Yaxşı, transporterlə mən ölçmüşəm uşaqlar. Yəqin ki, bizim gələcək dərslərimizdə də biz transporterdən istifadə edəcəyik. Onda bir daha sizə göstərərəm uşaqlar. Bu bucağı ölçmüşəm. Kitabda da onu tapşırır bizə. Bu 120 dərəcədir. Bax, ehtiyat yazmışam bura 120 dərəcə ki. Elə bilirdim ki, transporterimiz bitəcək. Görün, bəlkə. Nəsə tapmadım.
120 dərəcədir. Ölçün deyir, yazın. 120 dərəcə. Bu bucaq isə iti bucaqdır. Bu gözünüz kör bucaqdır. 90 dərəcədən böyükdür, 180-dən kiçikdir. Bu isə 50 dərəcədir. 50 dərəcə. Üçüncü bir bucaq da verilib. Bu 85 dərəcədir. Hətta 90 dərəcəyə qədər açılmayıb. Misal 2-də nə deyilir? Misal 2-də deyilir ki, verilən bucaqları soruşur bizdən. Bax, sual işarəsi. A, O, C bucağı nə qədərdir? A, O, C bucağı. Bu bucağı soruşur. Bu bucaq özü 2 yerə bölünür. Bir hissəsi 30 dərəcədir. Bir hissəsi 75 dərəcədir. 30 ilə 75-i toplasaq, bu böyük bucağı alarıq da elə. Bax, bunların ikisi birlikdə 30 üstə 75 gələrik, eləyər 105 dərəcə. Bir də üstəgəl yeri burada saxlamamışam, birbaşa yazıram 105 dərəcə. Siz əgər müəlliminiz tələb elirsə, birbaşa istəmirsə, siz bunları yaza bilərsiniz. 30 dərəcə üstəgəl 75 dərəcə. Bu bucaqda bizdən nə tələb olunur? Burada tələb olunur ki, bax burada, görək, görünürmü? H, F, Y-ni tap. H, F, Y. Bu bucağı soruşur bizdən. Bax, bu iti bucağı soruşur. Bütövlükdə bucaq özü 90 dərəcədir. Bax, bu 90 dərəcədir. 90 dərəcədən, bax, bu bütöv böyük bucaq 90 dərəcədir. 45 dərəcəni götürərəm və bunu çıxaram bu tərəfə. 90 çıx 45. Nə qalacaq? Bu da olacaq elə 45 dərəcə. Nə cür tapdığımı sizə izah elədim. Üçüncü bir bucaq da var burada. PRT. PRT. Bir də siz bu hərfləri P-R-T oxumayın. İnşallah belə oxuyanlar da hələ rast gəlirəm. PRT. Əslində əlifbanı deyəndə də bu cür hərflər adı çəkilməlidir. Səsləndirəndə riyaziyyatdakı kimi səslənməlidir. Bunu sizə Azərbaycan dili müəlliminiz öyrətməlidir. Deməli, PRT. Hansıdır PRT? PRT. Bu bucağı soruşur bizdən. Bəs bu nə qədərdir, uşaqlar? Bax, diqqətlə baxaq. Bu bucaq 90 dərəcədirsə, bu da 20 dərəcə. Böyük bir bucağı soruşur bizdən. Bu 90 dərəcəlik bucağın üstünə gəlməliyəm 20 dərəcəni. Bunun yazılmayıb 90 dərəcə. Biz işarədən görürük ki, bu 90 dərəcədir. 90 dərəcə, bu da 20 dərəcə olacaq 110 dərəcə. PRT olacaq 110 dərəcə. Ayrı-ayrılıqda hərəsinə görə biraz yer ayırmışam. Siz də bunları geniş yaza bilərsiniz. Bunu tapdıq. Axırıncı bir bucaq verilir. Bax, bunu soruşur bizdən. Sual işarəsi budur. DGY. DGY bucağını soruşur. DGY. Bəs bu necə tapılacaq? Bütövlükdə, bax, bu bucaq özü 180-dir. Bu 180-dir. 180-dən bu tərəfdən 30-unu çıxaq, bu tərəfdən də 50-sini çıxaq. 180 çıx 30, çıx 50. Yəni, bunu belə burada yerim var, yazıram. 180 dərəcəlik çıx 30 dərəcə, çıx 50 dərəcə. Bu da bərabərdir 100 dərəcə. Bu bucaqda oldu, bu 100 dərəcə. DGY bərabərdir 100 dərəcə. Bu da tapılma qaydası idi. Tapdım, sizə göstərdim. İndi gəlir misal 2 idi bu, izah elədik 3. 3'ü kitabdan izah eləyəcəyəm uşaqlar. Orada da qeyd eləmişəm ki, kitabdan. Budur, kitabdan nə soruşur? Şəkildə kəsişən paralel və perpendikulyar düz xətləri göstərin. Bax, bunlar paralel xətlərdir. Yazı lövhəsidir yəqin ki, bu daska deyirik. Düzbucaqlı formasındadır. Düzbucaqlının qarşı tərəfləri paraleldir. Amma
Düzbucaqlının bu tərəfi ilə bu tərəfi isə kəsişən xətlərdir. Saatın üstündəki bu evin damını oxşayan xətlər, bax bunları uzatsaq, kəsişən xətlərdir. Yan xətlər isə kəsişmir. Burada da kəsişən xətlər var. Bax bu xət bunu ilə perpendikulyardır. Bunlar da perpendikulyardır. Çünki 90 dərəcədir. Bu kəsişən xətdir, perpendikulyar deyil. Yenə də burada kəsişən xətləri görürük. Qapının yan tərəfləri paralel, pəncərənin yan tərəfləri, qarşı tərəfləri paralel. Pəncərənin ortasından belə üstəgəl formada kəsişən xətlər isə perpendikulyar xətlərdir. Burada gördüyümüz xətlər isə belə kəsişən xətlər adlanır. Tən ortasından gedən 4-5 dənə uzun xətlər isə paralel xətlərdir. Davam edirik. Dəftərə yazmışam 4-cü ilə. 4-cüdə bizdən nə tələb olunur? Bax, bu şəkil verilib. C düz xətti Y düz xətti ilə paralel yoxsa kəsişəndir. C ilə Y. C budur. C xətti, bu da Y xətti. Bunlar uzantılarını çəkmişik, gedib kəsişiblər. Onda nə yazıram? Kəsişən xətlərdir. Bu altına xətt çəkmişəm ki, cavabı göstərir. A düz xəttinə perpendikulyar C düz xətti ilə kəsişən düz xətlər hansılardır? A düz xəttinə perpendikulyar. A düz xətti bax budur. Buna perpendikulyar 2 dənə xətt var. Bax bunlar. D, Y xətləridir. A-ya bunlar perpendikulyar bax bunlardır. A-nın üstünə bunlar gəlir düz xətt formasında. Bunlar hansıdır? Adı nədir? DY xətləridir. C ilə də kəsişir. Bunlar həm də C ilə kəsişir də DY. DY xətləridir. Yazmışam. D və Y xətləridir. B düz xəttinə perpendikulyar xətti göstər. B düz xəttinə perpendikulyar xətt. B budursa, buna perpendikulyar yenə bunlardır. Bax, düz gedir üstünə 90 dərəcəlik bucaq yaradır. B düz xəttinə və budur B düz xəttimiz. 2 dəfə, 3 dəfə təkrar eləyirəm, biləsiniz. B düz xəttinə perpendikulyar bax, biri budur, biri də budur. Uzantısı da gedir axıra qədər. D, Y və Y xətləridir. Burada da yazmışam. D və Y xətləridir. Bu xətlər paraleldirmi? D və Y xətləri bir-birinə paraleldirmi? Bəli, paraleldir. Nə qədər uzadırıqsa da kəsişmir. Paraleldir. D-də BAM üçbucağının növünü de. BAM üçbucağı nə cürdür? Hansı üçbucağı oxşadırsınız bunu? Düzbucaqlı üçbucaqdır. Bax, burada bir düzbucaqlı üçbucaq yaradır. Yazmışam ki, düzbucaqlı üçbucaqdır. Perimetri tapırıq, bir də sahəni tapırıq. Bax, bu yaranan düzbucaqlının birinci perimetrini 3 dama hərəsi 1 santimetr qəbul olunub. 3, bu da 3, 6, yan tərəflərdə 2. 10 santimetr perimetr. Burada perimetr 10 santimetr göstərmişəm. 10 santimetr. Sahəni istəyir bizdən, sonra sahəni tapmaq üçün eni uzunluğa vurmaq lazımdır. En 2 santimetr, vurulsun 3 santimetr. 6 santimetr kvadrat eləyər. 6 santimetr kvadrat. Bu neçənci oldu? 3-cü. Aha, 4-cü. 3-ü kitabdan izah elədim. Bu 4-cüdür. Səhifə 36-da. 5-ci də var. Burada uşaqların adlarını yazmışam. 3 dənə də burada üçbucaq çəkilib. Deyir, bu uşaqlar hansı çəkib bu üçbucaqları? 5-cidə onu soruşur bizdən. Lalə, Səbinə, Samir. Burada bir düz bucaqlı üçbucaq görürük. Bir bərabər tərəfli, 3 tərəfi də bərabərdir. Bir də belə bir kör bucaqdır bu. Görürük uşaqlar. Bir tərəfi kör bucaq, digər 2 tərəfi iti bucaqlar. Baxaq görək, Səbin 90 dərəcəli hansı çəkib? Bunların bucaqları burada görünür. 90 dərəcəlik bu lalənin
çəkdiyi bucaqların içində 90 dərəcə yoxdur. 60-60 var. Səbinədə bəli 90 dərəcə var. O birisi də 50 dərəcə. Amma biz bir də yadınızda saxlayın ki, uşaqlar, üç bucağın bu 90 dərəcəlik bucağı deyək ki, Səbinə çəkib. Yazıram bura Səbinə. Bunu kim çəkib? Səbinə. Siz də belə adlandırın. Bir tərəfini verib, bir bucağı 90 dərəcə, B bucağı da 50 dərəcə. Bu da 50 dərəcədir. İti bucaqdır. Digər bucaq verilməyib. Bizdən tələb oluna da bilər ki, bu bucağı tapın. Əgər tələb olunmursa da özümüz bilərik ki, yəni bu 3 dənə bucağı toplayanda 180 olmalıdır. 90, 50, 140, bu da 40 dərəcədir. İstəmir bizdən, yazmırıq. Yəni bizdən tələb olunur ki, bunu kim çəkib? Səbinə. Daha bir bucaq var burada. İti bucaqdır, bir tərəf isə kör bucaqdır. Burada isə bərabər tərəflidir bucaqlar. Üç bucağın üç tərəfi də bərabərdir. Bərabər tərəfli üç bucaqda bilirik ki, uşaqlar, bucaqların üçü də bərabər olur. Yəni 3 yerə bölünür. 180, üçü bir yerdə 180 idi. Üçünü toplayanda 180 verməlidir. Hər bir bucaq görək 3'ə bölüb tapırıq. Bu da bərabərdir 60 dərəcə. Deməli, hərəsi 60 dərəcədir. 60, 60. Birində yazıram. Görəsən 60 dərəcəlik bucağı kim çəkib? 62 dənə göstərilib, burada 3-cü göstərilməyib. Bu lalədir. Deməli 60 dərəcə, 60 dərəcə. Bu lalədir. Bunu çəkən şagirdin adı Lalədir. Lalə. Burada kim qalır? Samir. Bizim də bir üç bucağımız qalır burada. Yəqin ki, bunu da Samir çəkir. Bunu da Samirin adını yazırıq. Samirin çəkdiyi üç bucaqda iti bucaqlar 40 dərəcədir. 40 dərəcə. Yəqin 80 dərəcə, 40'ın üstə 40, 80 dərəcə. Bu da olacaq 100 dərəcə. Üçü bir yerdə 180 olmalıdır. Və bizə 100 dərəcəlik verilməyib Samirin adı olan yerdə. Ancaq 40 dərəcələr verilib. Bir də bir tərəf verilib. Hansısa birinin bu tərəfdimi ya bu tərəfdimi 3 santimetri verilib. Yəni ki, uşaq bu bucaqları deyir, şəkildəki bucaqları kim çəkib? Tapdıq bunu da uşaqlar kim çəkibsə. Tapmaq yolunu mən sizə izah elədim, gözəl balalar. Bu qədər. Məsələn, mən axırıncı videoda 2000-dən çox, axırıncı səhifə 34 idi. 34-cü çəkmişəm belə. Siz yəqin səsimdən də hiss edirsiniz ki, mən biraz nasazam. Yəni, xəstə formadayım. 34-də yox. 33'də 2000'dən çox adam baxıb bu videolara. Amma 53 nəfər bəyənib. Bu çox azdır uşaqlar. Və bu belə olarsa artıq mən videoları tamamilə dayandırmaq qərarına gələcəyəm. Siz də çalışın, bəyənin, paylaşın, abunə olun. Mən keçən dəfə sizə dərsimdə demişdim ki, videolarda elə uşaqlar var ki, 2 nəfər var idi. Yusif, bir də Röyal Yusufov. Bunlar bütün videoları bəyənirdilər. Daha bir qızımız da qoşulub, bunun uşaqlara 3 nəfər bütün videoları bəyənir. Dünya, uşağın adı, ya bilmirəm, telefonun sahibidirmi, Dünyadır. Mən onlara öz minnətdarlığımı bildirirəm uşaqlar. Bu qədər. Siz də çalışın, bəyənin, paylaşın, abunə olun, gözəl bal.